İlin elə bir günü var ki, o gündə tutulan cəmi bir günlük oruc düz 2 illik günahların silinməsinə vəsilə ola bilər. Bəli, söhbət ilin ən fəzilətli günü sayılan Ərəfə günündən gedir. Qurban bayramından bir gün əvvələ təsadüf edən bu mübarək gündə tutulan orucun sirri nədir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu gün haqqında nə buyurub və ən əsası bu orucu kimlərin tutması düzgün deyil? Gəlin, Rəsulullahın hədisləri işığında bu mənəvi fürsəti birlikdə öyrənək. Ərəfə günü sadəcə bayramın xəbərçisi deyil. O, duaların qəbul olunduğu, Allahın bəndələrini cəhənnəmdən ən çox azad etdiyi müqəddəs bir zamandır. Uca Allah Qur'an-ı Kərimdə Fəcr surəsində 10 gecəyə and olsun, Fəcr surəsi 2 deyə buyurarkən, təfsir alimləri bu 10 gecənin Zülhiccə ayının ilk 10 günü olduğunu, onun ən zirvə nöqtəsinin isə Ərəfə günü olduğunu bildirirlər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur, duaların ən xeyirlisi Ərəfə günü edilən duadır. Tirmizi, Dəavat 122. Məhz belə bir gündə ibadət etmək, xüsusən də oruç tutmaq insan həyatını dəyişəcək bir bərəkətə sahibdir. Bəs Ərəfə günü orucunun savabı nə qədərdir? Sahabilər Peyğəmbərimizdən bu günün orucu haqqında soruşduqda, o bizlərə bu möhtəşəm müjdəni vermişdir. Ərəfə günü tutulan orucun keçmiş və gələcək bir illik günahlara kəffarə olacağını Allahdan ümid edirəm. Müslim, Siyam 196-197, Əbu Davud, Savım 26. Təsəvvür edin, səmimi qəlblə tutulan bir günlük oruc sayəsində Allah Teala bizim həm ötən bir ildə etdiyimiz kiçik günahları bağışlayır, həm də gələcək bir ildə bizi günahlardan qoruyur və ya edəcəyimiz xətaları əfv edir. Bundan daha böyük bir rəhmət ola bilərmi? Burada çox mühüm və çoxlarının bilmədiyi bir fiqhi incəlik var. Ərəfə günü oruç tutmaq həccə getməyən, öz evində olan müsəlmanlar üçün sünnətdir və çox fəzilətlidir. Lakin həcc ziyarətində olan, yəni həmin gün Ərafat dağında dayanan zəvvarların oruç tutması tövsiyə edilmir, hətta məkruh sayılır. Çünki Həzrəti Ayşə anamızdan və digər sahabilərdən rivayət edildiyinə görə, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həcc zamanı Ərafatda ikən oruç tutmağı qadağan etmişdir. Əbu Davud, Savum 64, Buxari, Savum 85. Bunun səbəbi odur ki, həcdə olan müsəlmanlar oruç tutaraq zəif düşməsinlər, gün boyu həccin ən mühüm rüknü olan duaları və ibadətləri tam enerji ilə yerinə yetirə bilsinlər. Əziz izləyicilər, önümüzdəki bu mübarək günü qəflətdə keçirməyək, maddi və ya səhhətində ciddi problemi olmayan hər kəsi bu mənəvi fürsətdən yararlanmağa, Ərəfə günü orucunu tutmağa dəvət edirəm. Allah indidən tutacağınız oruçları və edəcəyiniz duaları qəbul etsin. Bu videonu yaxınlarınızla paylaşın ki, onlar da bu böyük müjdədən xəbərdar olsunlar və siz də onların savabına şərik olasınız. Kanalımıza abunə olmağı və fikirlərinizi şərh bölümündə yazmağı unutmayın. Bayramınız mübarək olsun.